Salam hər kəsə. Bugünkü mövzumuz Avropa və Asiyanın iqlimidir. Əvvəlcə baxaq, Avropada iqlimin formalaşmasına əsas hansı amil təsir edir? Deməli, Avropa qitəsinin coğrafi mövqeyi onun iqliminə təsir edən əsas amillərdən biridir. Bilirik ki, Avropa mülayim enliklərdə əsas yerləşir və qərbdən Atlantika okean, şimaldan isə Şimal Buzlu okeanla əhatə olunub. Digər bir amil burada olan daimi küləklərdir. Bilirik ki, tropiklərdən mülayim enliklərə doğru əsən qərb küləkləri Avropada iqlimin formalaşmasında mühüm rol oynayır. Qərb küləkləri materikin qərbinə bol yağıntı gətirir və hətta burada mülayim dəniz iqlim tipinin formalaşmasına təsir edir. Həmçinin isti cərəyanlar var. Şimali Atlantika cərəyanı, Norveç cərəyanı isti cərəyanlardır. Bunlar həm burada rütubəti artırır, yəni rütubətin bol olmasına səbəb olur, həm də iqlimi xeyli yumşaldır. Ona görə də elə Şimali Amerikanın, Asiyanın eyni enliklərinə nisbətən Avropada iqlim daha yumşaq olur, daha isti olur belə deyək. Daha sonra qütb küləkləri də şimaldan təsir edir, amma ən çox təsir edən burada daimi küləklərdən qərb küləkləridir. Passatlar isə burada əhəmiyyəti yoxdur. Çünki passatlar tropikdən ekvatora əsir, bu ərazidə tropikdən xeyli yuxarıdadır. Daha sonra və sahillərin girintili çıxıntılı olmasıdır. Sahillərin girintili çıxıntılı olmasına səbəb nədir? 4-cü dövr buzlaşmasına məruz qalmasıdır Avropanın və sahillər girintili çıxıntılı olduğuna görə okean üzərindən gələn hava axınları materikin daxili hissələrinə qədər irəliləyə bilir, gedə bilir. Bu da iqlimin xeyli yumşalmasına səbəb olur. Daha sonra buradan saxlaya baxa bilərsiniz. Bir dəqiqə. Sonra deməli, iqlim qurşaqlarına baxaq. Avropanın cənubu subtropik iqlim qurşağında yerləşir. Subtropik iqlim qurşağında da bilirik ki, yayda tropik, qışda isə mülayim hava kütlələri təsir edir. Ona görə də yayda ərazi quraq olur, isti və quru olur iqlim şəraiti. Ona görə də suvarma tələb olunur əkinçilikdə. Amma qışda isə bol yağıntılı olur, belə deyək. Bura subtropikin Aralıq dənizi iqlim tipidir eyni zamanda. Ona görə də qışda yağıntı bol düşür. Daha sonra ərazilərini də deyək, Piriney, Apenin, Balkan, Kiçik Asiya yarımadaları, həmçinin burada Korsika adası Fransaya məxsus adadır, Sardiniya, Siciliya, bunlar İtaliyaya məxsusdur. Daha sonra burada Krit adaları, bu isə də Balear adaları. Yəni bu Aralıq dənizində olan bütün bu ərazilər hamısı subtropikin Aralıq dənizi iqlim tipində yerləşir. Yay isti, quru, çünki tropik hava kütləsi gəlir. Qış isə mülayim, bir qədər mülayim və rütubətli olur, yağıntılı olur, çünki mülayim hava kütləsi gəlir. Daha sonra gəlir mülayim iqlim qurşağı. Mülayim iqlim qurşağı görürsünüz, böyük bir ərazini əhatə eləyir və mülayim iqlim qurşağının bu hissədə şimala qədər bir qədər də şimala meyl etməsinə səbəb nədir? Çünki burada isti cərəyanlar var idi. Şimali Atlantika və mülayim daha doğrusu Norveç isti cərəyanları təsir edir. Ona görə də burada mülayim iqlim qurşağının şimal sərhədi daha da şimala gedir və mülayim iqlim qurşağının iki tipi burada yaranır. Sahildə, qərb sahil hissədə mülayim dəniz tipi, daxili hissədə isə Ural dağlarına qədər mülayimin kontinental, yəni mülayim kontinental tipidir. Baxaq mülayim dənizdə hansı ərazilərdir? Mülayim dəniz bu arada mülayim iqlim qurşağının temperaturu mənfiyə düşməyən yeganə iqlim tipidir. Burada temperatur mənfiyə düşmür, müsbətdir, il boyu yağıntılıdır, mülayimdir. İrlandiya adası, Böyük Britaniya adası, Skandinaviya yarımadasının qərbi, Jutlandiya yarımadası, hansı ki Danmarka buradadır. Həmçinin onun paytaxtı olan Zelandiya adası, qərb hissədə Bretan yarımadası, Orta Avropanın qərb hissələri, bunlar yerləşir mülayim dəniz tipində. Daha sonra isə gəlir daxili hissələrə doğru kontinental bilirik ki, kontinentallıq artır. Ona görə də bu ərazilərdə mülayim kontinental tipi formalaşır. Bu da Ural dağlarının şərq ətəklərinə qədər, şərqinə qədər hardasa. Ural dağlarına qədər davam eləyir. Kola yarımadasının cənubu, Skandinaviyanın qalan hissələri, daha sonra bu ərazidə Krım yarımadası, Karpat dağları, Alp dağlarının şimal hissəsi, Almaniya Polşa ovalığının böyük bir hissəsi mülayim kontinental tipində yerləşir və bu mülayim kontinental tipində temperatur mənfiyə düşür. Hardasa Belarusiya, Rusiya, Moskva ərazisi də bu ərazilər mülayim kontinental tipindədir. Deməli, orada temperatur baxın, mənfi 10 dərəcəyə qədər düşür, amma mülayim dənizdə temperatur mənfiyə düşmür. Həmçinin burada baxın, bir dəqiqə, subarktik iqlim qurşağının diaqramıdır. Bir dəqiqə.
Subtropik deyə sonra keçək ona. Şimal subtropik Aralıq dənizinə baxırıq. Deməli, birini Apinin Balkan bu əraziləri bərk göstərdim dedim. İndi isə burada baxırıq ki, subtropikin Aralıq dənizində temperatur mənfiyə düşmür. Hardasa 5-25 dərəcə Selsi aralığındadır. Bilirik ki, əgər bu temperaturu göstərən xətt üzü yuxarıdırsa, yəni şimala doğrudursa, deməli bu şimal yarımkürəsindədir və yanvar, fevral, bu dekabr ayları isə qış aylarıdır. Yağıntı qışda düşüb. Yayda temperatur bir qədər yüksəkdir, qışda azdır və yağıntı əsas ilin soyuq dövründə düşüb. Deməli, bu subtropikin Aralıq dənizi iqlim tipidir. Əsas bu yağıntının qışda düşməsinə görə biləcəksiniz. Ümumiyyətlə, demək olar ki, bütün iqlim uşaqlarında yağıntı əsas yayda düşür. Bir də subtropikdədir ki, əsas yağıntı qış aylarında düşür. Çünki qışda mülayim hava kütləsi gəlir. Daha sonra Aha. Mülayimdən sonra keçirik subarktik iqlim qurşağına. Subarktikdə isə yerləşir İslandiya adası bütünlükdə, Skandinaviyanın şimalı, Kolanın şimalı, sonra Kola yarımadasının yəni şimalı, Yeni Torpaq adasının cənubu və burada olan bəzi kiçik adalar subarktikdə yerləşir. Subarktik iqlim qurşağında yayda deməli mülayim hava kütləsi gəldiyinə görə cənubdan bilirik ki, keçid iqlim qurşağıdır, hava kütləsi yoxdur. Ona görə yayda cənubdan mülayim hava kütləsi gəlir və yağıntının miqdarını bir qədər artırır, havanı yumşaldır. Qışda isə arktik hava kütləsi gəlir. Ona görə də soyuq və şaxtalı keçməsinə səbəb olur. Yağıntı da az olur subarktikdə. Daha sonra gəlir arktik iqlim qurşağı. Arktik iqlim qurşağı isə elə şimalda olan adalardır. Spitsbergendir, Frans Yosifdir, daha sonra Yeni Torpaq adasının şimalıdır. Bu ərazilər isə yerləşir arktik iqlim qurşağında il boyu soyuqdur, qurudur, şəffafdır hava. Baxın subarktikin diaqramına mənfi 25-30-a qədər düşür, amma yayda isə temperatur bir qədər yüksəlir, hardasa 15-ə qədər qalxır. Niyə? Və yağıntı da yayda çoxdur, bir qədər artıb. Niyə? Çünki yayda mülayim hava kütləsi gəlir ona görə. Daha sonra bunlar da dedik. Kənd təsərrüfatına baxaq. Bilirik ki, bu soyuq ərazilər az istifadə olunan və yaxud da heç istifadə olunmayan yerlərdir və kənd təsərrüfatı üçün əlverişli deyil aqroiqlim şəraiti. Ona görə də əsas heyvandarlıq, maralçılıq, xəzdəri bu işlərlə məşğul olunur. Daha sonra bu açıq sahələrdə verilən ərazi Orta Avropa və Pirene yarımadasında daha çox əkinçilik, taxıl bitkiləri, şəkər çöndürü, kartof və s. becərilir. Dağlıq ərazilərdə isə yay otlaqları kimi istifadə olunur. Orta Avropada isə əsas ətli südlü heyvandarlıqdır. Ən əsas məsələ burada Cənubi Avropadır. Çünki Cənubi Avropa sitrus meyvəçiliyin, sitrus bitkiçiliyin əsas yeridir. Bu sitrus meyvələri yetişdirilir. Həm də İspaniya dünyada zeytun yığımına görə, İtaliya isə dünyada üzüm yığımına görə və hətta şərab istehsalına görə dünyada birinci yerdə olan ölkələrdir. Deməli, İtaliya üzümə görə, İspaniya isə zeytuna görə əsas fərqlənir. Turizm də burada sahil turizmi geniş inkişaf eləyib. Aralıq dənizinə görə də, əsas iqlim şəraitinə görədir. Xüsusilə də İspaniyanın Minorka çimərliyidir. Daha sonra İtaliya, Fransa sahilləri. Daha sonra baxaq yağıntısına. Bir dəqiqə. Aha, Avropada ən çox yağıntı düşən yer Balkan yarımadasında Dinar dağlarının ətəkləridir. Qərbi bir adı var. Ən az yağıntı isə Xəzər sahili ovalığı ərazisinə düşür. İkinci ən çox yağıntı düşən yer isə Skandinaviya dağlarının qərb hissələridir. Daha sonra baxaq Asiyanın iqliminin formalaşmasına hansı amillər təsir edir? Asiya bilirik ki, sahəsi çox böyükdür və sahəsinin böyüklüyü, daha sonra 4 okean sahilində yerləşməsi, şimaldan Şimal Buzlu okeanı, qərbdən Atlantik okeanı, cənubdan Hind okeanı, şərqdən isə Sakit okeanı suları ilə əhatə olunması, həmçinin relyef şəraiti iqlimin formalaşmasına əsas təsir edən amillərdəndir. Daha sonra Asiya şimalda ekvatordan başlayaraq şimaldakı elə bütün iqlim qurşaqlarında yerləşir. Həmçinin bunun bəzi adaları var. Baxın bu Zond adalarında. Məsələn, Yava adasının cənubudur. Burada olan bəzi kiçik adalar isə hətta cənubun subekvatorialına qədər gedib. Yəni cənubun subekvatorialına qədər bu ərazidə yayılıb iqlim qurşaqları. Daha sonra baxaq. Əvvəlcə başlayaq ekvatorial iqlim qurşağından. Ekvatorial iqlim qurşağı da yerləşir Şri Lankanın cənubu, Sumatra adası, Kalimantan. Bir dəqiqə. Aha.
Ekvatorial iqlim qurşağında yerləşir. Şri-Lankanın cənubu, Sumatra, Malak yarımadasının cənubu, daha sonra Kalimantan adası, Sulawesi, Moluq, Yeni Qvineya adasının şimal hissəsi və Filippin adasının cənubu, yəni Mindanaonun cənub hissəsi ekvatorial iqlim qurşağında yerləşir. İl boyu istidir, rütubətlidir, temperatur yüksəkdir. Daha sonra gəlir subekvatorial iqlim qurşağı. Subekvatorial iqlim qurşağının bu qədər çox şimala meyl etməsinə səbəb bu ərazidə olan musson küləkləridir. Həmçinin bu tropikin də burada qırılmasına səbəb olur və bu ərazidə subekvatorialla subtropik iki keçid iqlim qurşağı sərhəd olur. Baxın, bu ərazidə iki keçid iqlim qurşağı, yəni subekvatorialla subtropik sərhəddir. Nəyə görə bu qədər dedik də, materikin daxili hissələrinə daxil olub bu subekvatorial iqlim qurşağı? Musson küləklərinin təsirinə görə. Hindistan yarımadası, Dekan yaylası, daha sonra Hint-Çin yarımadası, Böyük Çin düzənliyinin cənubu, Tayvan, Haynan adaları, Filippinin şimal hissəsi, Malakkanın şimalı bu əraziyə və daxildə, həmçinin Şri-Lankanın da şimal hissəsi subekvatorialda yerləşir. Yayda ekvatorial hava kütləsi gəldiyinə görə daha yağıntılı olur və isti və rütubətli yağıntılı. Qışda isə tropik hava kütləsi gəldiyinə görə isti və quru olur. Ona görə də yayda əkinçilik dəmyə şəraitində olur. İldə 2 dəfə məhsul götürməyə imkan verir. Yayda dəmyə şəraitində, yəni suvarılmadandır. Çünki suvarmağa ehtiyac yoxdur, yağış bol düşür. Amma qışda isə suvarılan əkinçilikdir burada. Daha sonra baxaq tropik iqlim qurşağına. Tropik iqlim qurşağı dedik ki, burada bir zolaq əmələ gətirmir, qurşaq əmələ gətirmir, mussonlar qoymur. Tar səhrasına qədər, bu əraziyə qədər gəlir. Həmçinin qeyd etmək lazımdır ki, tropik iqlim qurşağının yalnız kontinental tipi formalaşır. Bu hissəni subekvatorial tutub, ona görə tropik rütubətlisi burada formalaşa bilməyib. Tropikin yalnız kontinental tipidir. Bu da Ərəbistan yarımadasıdır. Böyük Nəfud, Kiçik Nəfud, Rubəlxal səhrası, İran yaylasının cənubu, Tar səhrasına qədər olan ərazilər deməli yerləşir tropikin kontinental tipində. Daha sonra tropik getdi, indi gəldi subtropik iqlim qurşağı. Subtropik iqlim qurşağı isə Qərbdə Aralıq dənizidir. Kiçik Asiya yarımadası, yəni Türkiyənin ərazisi, Anadolu yaylası, İsrailin ərazisi. Baxın, bu ərazidə, İsraildə Arava səhrası var. Deməli, subtropikin Aralıq dənizində səhra formalaşa bilir. Daha sonra bu Xəzərin cənubuna qədər davam edir. Azərbaycanın elə 80% subtropikin Aralıq dənizi iqlim tipindədir. Həmçinin burada Mesopotamiya ovalığı da düşür deməli subtropikin Aralıq dənizi iqlim tipinə. Bilirik ki, burada da yağış əsas qışda yağırdı. Yayda isə tropik hava kütləsi gəldiyinə görə isti və quru olur. Daha sonra gəlir tropikin kontinental tipi. Baxın, bu ərazidə Qaraqum səhrasıdır, Tibet yaylasıdır, Təklməkan səhrası bu əraziləri əhatə edir. Daha sonra isə gəlir İran yaylasının şimal hissəsi bu ərazilər. Daha sonra isə subtropikin musson tipi gəlir. Mussonda isə yerləşir Böyük Çin düzənliyinin böyük hissəsi, Kore yarımadasının cənubu, Şikoku Küsu adaları və Hönş adasının cənub hissəsi subtropikin mussonundadır. Bunun əsas özelliyi odur ki, temperatur mənfiyə düşmür, yağıntı da yayda çoxdur. Daha sonra isə keçək mülayim iqlim qurşağına. Mülayim iqlim qurşağında isə əvvəlcə onu qeyd edək ki, materikin sahəsinin, yəni Asiya qitəsinin sahəsinin çox böyük olması, daxili hissələrinin okeanlardan çox uzaqda yerləşməsi də daxilə doğru getdikcə bilirik ki, iqlim kontinentallaşır. Burada da iqlimin kontinentallaşmasına səbəb olur. Həmçinin relyef amili də iqlimdə mühüm rol oynayır formalaşmasında. Baxın, buradan Himalay dağları cənubdan gələn rütubətli havanın qarşısını kəsir, amma şimalda isə Arktikadan gələn havanın qarşısını kəsəsi bir böyük dağlar yoxdur. Ona görə də şimalda gələn Arktik hava kütləsi materikin daxili hissələrinə qədər gələ bilir, amma cənubdan gələn hava kütləsi isə burada qarşıya gedə bilmir və relyefin rolunu biz burada görmüş oluruq. Daha sonra mülayimin burada kəskin kontinental tipi formalaşır materikin daxilində. Ural dağlarından şərqi hissədə Qərbi Sibir, Orta Sibir, ümumiyyətlə bu Sibir ərazisində bilirik ki, illik temperatur amplitudu, yəni yay və qış arasında temperatur fərqi ən yüksək olan yerdir. Burada şimalın soyuqluq qütbü var. Oymyakon -72 dərəcə Selsi və həmçinin Verxoyanskda -68 dərəcə Selsi, o da burada qeydə alınıb. Daha sonra mülayim musson tipi. Mülayimin mussonunun, subtropik mussonundan fərqi o idi ki, temperatur mənfiyə düşürdü. Hansı ərazilərdir? Saxalin adasını mütləq yadda saxlayırsınız. Koreyanın şimalı, Hokkaydo adası, Hönşünün şimalı, Kuril adalarının bir hissəsi burada yerləşir. Daha sonra Kamçatka yarımadası isə mülayim dənizdədir. Bunu da mütləq bilin, testdə çox düşür. Daha sonra gəlir subarktik iqlim qurşağı. Subarktik iqlim qurşağında isə yerləşir Yamal yarımadasının cənubu, Taymırın cənubu, baxın bu ərazi. Daha sonra isə
Çukot yarımadasının cənub hissəsi yerləşir və subarktikdə yayda mülayim hava kütləsi gəldiyinə görə temperatur bir qədər artır və bir qədər yağıntı düşə bilir, amma qışda arktik hava kütləsi gəldiyinə görə yağıntı yoxdur və soyuqdur, şəffafdır, qurudur hava. Həmçinin Yamal yarımadasının şimalı, Taymır, daha sonra şimalda yerləşən adalardır. Vrangel, Novosibir adalarıdır. Çukot yarımadasının şimalı isə Arktik iqlim qurşağında yerləşir. İl boyu soyuqdur, şaxtalıdır, qurudur. Daha sonra isə görək burada nələri qeyd etmişik. Şimal subekvatorialda olan ərazilərin iqlim diaqramıdır. Yayda yağıntı çoxdur. Baxın, temperatur fərqi də yay-qış arasında çox azdır. Ekvatorialda da temperatur fərqi çox azdır. Yox demək olar ümumiyyətlə 25 dərəcədir il boyu, 25-28 aralığında. İl boyu yağıntısı da bol düşür. Daha sonra subtropik mussonla mülayim musson fərqi odur ki, dedik, mülayim mussonu mənfiyə düşdü, amma subtropik mussonu mənfiyə düşmür. Bu qədər.